Uşaqlar, şota baxırıq. 4-1. Bu artıq Qarabağın bu il çempion olmağı deməkdir. Leon'un 3 qolu. Bəli, Leo Andrade 3 qol vuraraq artıq Premier Ligada rəsmi olaraq bombardirdir. Yəni çatılmaz bir mövqeyidir, bildiniz necə? Həqiqətən də gözəl bir oyun getdi. Qarabağa uğurlar. İnşallah ki Çempionlar Liqasında Qarabağ komandası bu il bizi sevindirəcək və plus köklü dəyişiklik deyilən bir şey var. Çünki bəzi oyuncularımız rəsmi müqaviləsi uzatmaq istəmir. Yasin Benziyə, Patrick Andrade və Kevin Medina. Maaş söhbəti var, nə söhbəti var? Ola bilsin ki, yayda bu oyuncular komandadan ayrılacaq. Lakin bu bizi qorxutmamalıdır. Yəni bunu bilməliyik ki, komandamızın heyəti super vəziyyətdədir. İnşallah ki, Çempionlar Liqasında bu il mübarizə aparacağıq qrup mərhələsində Allahın köməkliyi ilə. Bəli uşaqlar, bir də müfid çatdırım. Dinamik Futbol Klubu da bugün artıq oyunlarına çıxır. Bəli, onlar da playoffdadır. Onlar da uğurlar arzulayıram.